Uşaqların çox sevdiyi donut şirniyyatı ən asan resept ilə necə hazırlandığını bu videoda izləyə bilərsiniz. 250 qramlıq stəkanla qaba 1 stəkan ilıq süd, 1 stəkan ilıq su, 1 xörək qaşığı maya və 6 xörək qaşığı şəkər tozu əlavə edib 10 dəqiqə gözlədirik. Üzərinə yarım stəkan duru yağ, 1 yumurta, 1 çay qaşığı duz və 6 stəkan unu az-az əlavə edərək yumuşaq xəmir yoğururuq. Acıması üçün kənarda gözlədib, sonra isə kündə halına gətirib oxlovla açırıq. Qalınlığı videoda gördüyünüz qədər olmalıdır. Stəkanın köməkliyi ilə bu cür dairələr kəsirik. Sonra isə qapaqla ortasında dəlik açırıq. 20 dəqiqə kənarda üzərini örtüb gözlətdikdən sonra qızmar yağda hər iki üzü qızarana qədər bişiririk. Üzəri üçün mən rəngli olan damla şokoladlardan istifadə etdim. Damla şokoladları su hamamında əridərək donutları içərisinə batırırıq. Sonra isə üzərini özünüz zövqünüzə uyğun olaraq bəzəyə bilərsiniz. Videonu kaydedin ki, itirməyəsiniz. Sonda videonu bəyənib daha da maraqlı, asan reseptlər üçün səhifəmi takib almağı unutmayın.